Salam, əziz dostlar. Mən may ayından sentyabr axırı, yəni oktyabrın əvvəlləri, oktyabrın axırına qədər ən pis halında baş verəcək proqnozları neçə dəfə sizlərə demişəm və bugünkü günlərdə dünyada hər gün xəbər portallarında bir şeylər baş verərkən mənə təzədən suallar verməyə çalışırsınız ki, Nadim Bey filan şey necə olacaq, nətər olacaq. Mən bu barədə sizlərə təkrarən bir şeylər demək üçün buradayım, əziz gözəl dostlar. Xatırlayırsınızsa məni izləyən kəslər, 2013-cü ildən verdiyim proqnozlarda ticarət deyən bir şey qalmayacaq, dünya savaşlar, təbii fəlakətlər, xəstəliklər baş alıb gedəcək deyə proqnoz paylaşmışdım. 13 il bundan qabaq 2013-cü ildə, 12-13 il bundan əvvəl kim bilərdi ki, biz bugünkü gün televizorlarda hər kəs dünya savaşından danışacaq, Ukrayna qarışacaq, Qarabağ savaş gələcək, Zəngəzur koridoru açılacaq, İran üzərində, nə bilim, bugünkü gün baş verəcək problemlər, dünya gedəcək, Filistində, İsraildə, bunlar baş verəcəyi 13 il bundan əvvəl heç kim bilmirdi. Hər kəs sakit bir həyat yaşayırdı. Nəyi deməyə çalışdığımızı dərindən qulaq as. Mən onu deməyə çalışıram ki, istər bunu danışan Nadim olsun, istər bunu danışan Amerikanın və ya Rusiyanın prezidenti olsun, fərq yoxdur. İnsanın böyük reklamı olunmuş bir adamın olmasından asıllı olmayaraq dediyi sözləri dərindən fikirləşsəz, məni başa düşəcəksiniz. Baxın, mən özümü ağıllı bilərəkdən bir şeylər danışan biri deyiləm. Mən daxilindəki hisslər o nədirsə onu danışan adamım. Biz bəzi hallarda insan olmayan heyvanların uğultu səslərə qulaq asaraq zəlzələ olacağını əvvəlcədən bilə bilirik. Bəzi vaxtlarda heyvanlar belə bir neçə saat və ya 1-2 gün qabaq bəzi zəlzələlər olacağını xəbər verir və ya məsəl üçün qara qarğa, qara pişik və ya bu kimi şeylərin qabağa çıxması, gəlib ayağından dolaşması, bu da bir qara xəbərdən xəbər verirlər. Yəni bu hisslər varsa bir insanda da bir analizlər, bir hisslər niyə olmasın? Niyə bu qədər kəskin danışıram? O qədər kəskin hər kəs danışır bugün dünyada. Mən də bu işin, bu peşəsinin, hisslərin sahibi olduğu üçün danışıram. May ayından bu oktyabrın sonuna qədər, yəni sentyabrın sonunu bir ay oyan bu yan, dünyada baş verəcəyi hadisələrin ip ucuları hal-hazırda artıq bəzi kanallarda, türklər deyirsiniz, analiz edir. Əziz gözəl dostlar, mən sizə bir şey deyəcəm. Mən bir şey bilirəm ki, 100% deyilən bir şey var. Məsəl üçün, Azərbaycanda 10-11 milyon əhalisi varsa, bunun əminəm ki, 80%-i mənim qədər politikanı izləmir. Politika nə olduğunu bilmir. Onların başı başqa şeylərə qarışıb. 20% politika izləyən, konuşan adamların içində də 1% başda oturan adamlar dünyada gedən proseslər məndən güclü bildiyini ona da əminəm. 1%. O da haradasa deyim sənə bir 100 nəfər olsun. Heç 1000 nəfər olsun, okeydə. Amma əziz gözəl dostlar, 10.000 nəfərdən sonra gələn sırada olan, siyasəti dərindən analiz edən, güclərə, hisslərə məxsus olan insanların o 20% politika izləyən politikantlar, politikadan baş çıxan insanların içində heç də zəif biri olmadığını düşüncəsindəyəm. Niyə görə? O yüzden dekabr ayının qara gələcəyini bir insan olarak dediğim videolar var idi 6 ay qabaq. Siz o zamanında da dekabrın 15-nə qədər gələndə də mənə bir çoxları deyirdi ki, bəs nə oldu dekabrda, gülürdünüz. Mən sizə o zamanda komentariyalarda cavab verdim ki, gözlə, ürəyim rahat deyil, nəsə olacaq. Qara dekabr, amma nə olacağı deməmişdim. İlin əvvəli, yəni 2023-cü ilin sonun oktyabr ayında da 2024-cü il üçün samolyot qəzası və ya gəmi qəzası və ya bir
metro kimi bir şey demişdim ki, ürəyimə belə bir şey damır deyə. Bəli, bu da oldu. Amma Allah uzaq eləsin, o qəzalardan biri də yenə gözlənilir. Özü də çox uzaqda deyil. Allah uzaq eləsin. Bunu sizi qorxutmaq üçün yox, bu siz öz təhlükəsinizi qorumaq üçün hisslərimi sizə deyirəm. Bunu deməyə də bilərəm. Amma deyirəm ki, siz öz hər atdığı adımınızı düşünərək, havaya baxaraq, savaş olan alana uçarkən, gəmidən əgər hava durumuna baxıb normal olduğu təqdirdə getmək və ya metroda hansısa bir qalabalıq olduğu zamanında və yalar düşünərək etsə, bəlkə də hər bir kəs daha çox bu kimi hadisələrdən özünüzü qorumaq olar. Metroda işləyən bir çox kəslər də mənə eşidir ki, öz işlərinizdə daha çox bəlkə də diqqətli olar ki, sabah hər hansı naqillərdə hər hansı bir problem yaransa, məsuliyyəti özləri daşıyır deyə. Əziz gözəl dostlarımız, neft yataqlarından birində də bir hər hansı yanğın olacağını mən demişdim, amma deməmişdim ki, quruda. Demişdim ki, məncə bu suda ola bilər. Amma neftə aid olan su yataqlarında olan işçilərə ehtiyatlı olsun deyə bir il bundan əvvəl verdiyim proqnozlarında xatırlayanlar var yəqin ki. Əziz gözəl dostlar, onu deməyə çalışıram ki, hal-hazırda Çinlə Amerika ticari savaş başladığımızı elan edib dünya üzərində və türklər də deyir ki, biz burada harasındasınız. Siz ticari savaşın içində olduğunuzu göstərərək əziz Türk yönlü millət və türklər başında sizi qoyaraq, mən elə düşüncəsindəyəm, bu mənim fikirlərimdir. Sizi yavaş-yavaş savaşa sürükləyirlər. Siz İsrailin düşməni kimi olduğunu göstərirlər. Əslində mən elə düşünmürəm. Bəzi güclər İsraillə sizi İran üzərində savaş aparmaq üçün yönləndirirlər. Mən belə düşünürəm və bu cür düşünənlər də bugün çoxdur. Biz bugün politikantlar, bir çox kəslər, iki tərəfli düşünənlər var. Mən amma belə düşünürəm ki, bu mason oyunları hələ də sakitləşmir. Biz çox uzaqlarda gözləməli deyilik. Biz bu may ayından sonra baş verəcək yay təbii fəlakətlərdən, əsasən savaşlar dərkən ticari savaş dediyiniz şey atışma savaşları deyil. Bir-birinizə embargoları qoymaq, bir-birini sıxmaq, bir-birini şirkətləri aradan çıxartmaq bu kimi proseslərdir. Ha belə ola bilər bu proseslərin daxilində daxili terrorlar yaratsın, hansısa şeylərdən bu qədər açıq şeylər istəmirəm, amma bir terrorlar dönəmi də başlayır, gəlir bütün dünya üçün. Bundan da əlavə yenə də sizə deməyə çalışıram ki, əziz gözəl dostlarımız, Trump bu o demək deyil, gəldi bugün Filistində atəşkəş elan elədi və ya hal-hazırda Ukraynadakı savaşı bitirmək üçün çalışır. Vremenlə saxlaya bilər o savaşı, biz demirik o savaş bitməyəcək, amma həmişəlik bitməyəcək. Mən belə qənaətindəyəm. Bugün Amerika özü kənara duraraq, güya Putinlə Trump dost olduğu kimi danışıqlar aparır, söhbətlər eləyir. Ticari əlaqələri var deyənlər var. Okey, onların ticari əlaqələri ola bilərlər. Bunu da kimlərisə inandırması üçün vaxtilə düşünülmüş şəkildə Trumpla onların bəlkə ticari əlaqələri yaradıblar və nə isə mən o qədər də ağıl bilmiş kimi aparmayım özümə. Hisslərim mənə deyir ki, bu şeylərin içində 2025-in mayından sentyabrın axırı və ya oktyabrın axırına qədər böyük bir oyunlar var. Trump, Elon Musk, mən elə düşünürəm ki, təkrar edirəm, Elon Musk'a bir dövlət səviyyəsində icazə verməli olan Pekin göyə çıxartmasına nə qədər milyarder də olsa boşuna deyil. Bunun arxasında da hansısa bir güclər var. Və bu Elon Musk bir ticarətçi olaraq bugün Amerikanın yanına gətirib, o öz ticarəti güya Çin dünyada gedən, dirçələn Çin ticarətə qarşı çıxdığı kimi bir bizə reklam abloşkasını göstərməyə çalışır, bizi inandırmağa çalışır. Neysə, bunlar hamısı bir yerdən idarə edən oyunlardır. Buradan Amerika, Rusiya bir yerdə olduğu kimi göstərərək, Avropa güya Amerikaya protiv olduğu kimi göstərərək, güclə hakimiyyətə gəlib oturan Macron güclə indi Avropanın qabağın aparan bir lider halına gələrək dünya savaşa getmək istəyir. Bunlar danışır. Bunlar hamısı oyunlardır. Hamısı bilsən bir kimin başına patlayan oyunlardır. Sıravi milyardlarla olan dünyada olan sivil insanlar və onların bizneslər və onların evləri canlarına. Bu bütün danışıqlar, bütün politikantlar onların istədiyini danışdırmağa
şərait yaradır. Yaşayarıq, baxarıq, Allah qorusun.